Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, dünəndən bazara səs-küy gətirən bir valyuta haqqında sizlərlə danışmaq istəyirəm. Gördüyünüz kimi mən də ayın 30-u günü, yəni ki dünən bu valyutanı öz VIP kanalımızda paylaşmışam. İndi gəlin o valyuta haqqında daha çox məlumat əldə edək, yəni nədir, nə deyil, niyə görə gələcəkdə daha yaxşı yerlərə gedə bilər. Bu arada bunu deyim ki, yoldaşlar, həqiqətən bazarın vəziyyəti, yəni kriptovalyuta bazarının vəziyyəti bərbaddır. Ancaq yenə də biz araşdırmağa, axtarmağa və yeni proyektlər tapmağa davam edirik. Əlbəttə ki, bu düşüşləri, qalxışları biz daima bu bazarda görürük. Yəni qısaca çalışın hər zaman riski sevməyiniz bir yana, riski idarə etməyi bacarın. Burada gördüyünüz kimi Algorand, yəni ki Algo bu proyektin arxasında durub. Proyektin adı da Folks Finance-dır. Dostlarım, qısaca sizlərə Folks haqqında məlumat verim. Burada həm bu proyekt körpüləmə işi görür, həm də ki Algorand proyektinin ən böyük DeFi sistemlərindən biridir. Qısaca proyektə də bu şəkildə məlumat verim ki sizlərə. Məsəl üçün Avax-dan Arbitruma, yəni networklər arasıdır dostlarım bu. Ortada heç bir birja olmadan deyək ki MetaMask cüzdanınızla Avax-ınızda USDT var, onu keçirmək istəyirsiniz Arbitruma və ya BP20 networkünə və ya bunun da adı yadımdan çıxdı, Base networkünə, həmçinin Matic-ə və ya Ethereum-a və ya Sei-yə. Yəni bu tərz networklər arası əlinizdəki kriptovalyutaları bir-birinə keçirdə bilərsiniz. Ekstra olaraqdan bunda dedik, Algorand'un ən böyük DeFi proyektlərindən biridir və X Portal. Burada da bunu bu şəkildə sizlərə açıqlayayım ki, dostlarım, sürətli şəkildə həm NFT-lər yarada bilərsiniz, həm NFT-lər göndərə bilərsiniz. İndi bilmirəm, tam dəqiq bunu bilmirəm, hələ ki launchu gedir, səhv etmirəmsə. Gələcəkdə bu proyektin yəqin ki üzərindən NFT-lər falan da hazırlayıb satışa falan çıxarmaq olacaq. Gəlin indi isə buradan Twitterlarına baxağın. Yəni bu bazarda olan stabil USDT-nin burada gördüyünüz kimi 3-cü yerdə olan stabil USDT valyutası da dünən bunları paylaşıb. Dünən yox, daha doğrusu ayın 28-ci günü Folks Finance ən böyük DeFi olaraq paylaşıblar. Və tokenləri isə budur dostlarım, mən bunu da sizlərə göstərəcəm. Yəni ki toplamda bu valyuta yəni bir həftəyə yaxında bazara çıxıb və market capi 156 milyondur. Dünən bunu hardasa təqribi deyirəm sizə $8.99 civarından biz satın almışıq və ümumi tokenin sayı 50 milyondur. Hal-hazırda bir çox fərqli blockchainlər də var. Buradan Ethereum zincirində, BNB zincirində, Algorand zincirində, Polygonda, Avax-da, Arbitrumda və Base zincirlərində görə bilərik. Ancaq burada əsas Algorand zinciri üzərindən proyekt necə deyim, yəni Algorandla bağlıdır, başa düşdünüz və Binance Alpha-da listəlidir, PancakeSwap-də rahat şəkildə MetaMask-la satın almaq olur. Birjalardan isə hələ ki KuCoin və MEXC birjalarında var, yəni ki bizim tanıdığımız birjalardan KuCoin və MEXC də listəlidir. Ekstradan burada baxaq, bir də Orbit-də var. Gördüyünüz kimi dostlarım, yəni dünəndən bu günə ortalama $4 bir qalxış olub, çünki $13 5 sentə qədər vurub. İndi bunun da düzdür, bazar bu dəqiqə çökür. İndi mən paylaşım eləyəndə deyirsiniz ki, Azər, ons da bunların hamısı batır. İndi bu düzdür, şükür Allaha dünəndən yaxşı gedir, hələ ki yaxşı gedir də, qalxa-qalxa gedir. Yəni inşallah ki bu daha yaxşı gələcəkdə yerlərə gələr. Çünki niyə uşaqlar? Arxasında yenə də dediyim kimi Algorand var. Yəni bu proyektdəki nə qədər görün illərin valyutasıdır. 2019-cu ildən bazara çıxıb, yəni zarafat deyil. Və 2019-cu ildən bu bazarda öz yerini qoruyur. İndi bunların DeFi sistemləri olduğuna görə
proyektlərinə də baxa bilərik Folksun. Əlbəttə ki, bunların yatırımçılarına bizlər baxdığımızda burada Algoranddan da bir yatırım alıblar. Sözsüz ki, o Algorand onsuz da buna yatırım edəcəkdi ekstra. Coinbase də var və digər şirkətlər də var ki, hal-hazırda Folksu dəstəkləyir. Və Folksun, bilmirəm dedim ya yox, toplam sayı 50 milyon ədəddir. 50 milyon ədəddir və bazarda açılan kilidi tokenin 12 milyondur sadəcə. Proyekt üzərindən stakinglər etmək olur, yəni yatırımlar edə bilərsiniz. Burada gördüyünüz kimi artıq dayanmadan yatırımlar olunur. Məsəl üçün, bunu bu şəkildə düşünə bilərsiniz ki, əlinizdə bu proyektin qəbul etdiyi valyutalardan hər hansı biri varsa, təbii ki, burada baxın, bu şəkildə göstərə bilərik. Onları yatıraraq aylıq, həftəlik kimi APR və ya APY-lər qazana bilərsiniz. Yəni, çox bu cüzvi qazanclar verir. İndi hər nətdə əgər bir valyutanı alırsınızsa, yəni onun üzərindən də xırda da olmuş olsa yatırımda deyirəm, qazanc əldə edə bilərsiniz. Təkrardan bunu da deyim dostlarım, yəni kripto bazarı hal-hazırda çöküşdədir. Yəni inşallah ki, təkrardan bu bazar toparlanır. Bu arada bu videoda tanıtdığımız proyekt qətiyyən yatırım tövsiyəsi deyil. Əgər yatırım edəcəksinizsə, özünüz A-dan Z-yə araşdırın. Hal-hazırda mənim sizə göstərdiyim proyektin baxın səbəbləri 1. USDT-dir, 2. Algorand valyutasıdır, 3 isə proyektin yenilikçi olmağıdır. Belə dostlarım, videomuz bu qədər idi. Bura qədər izlədinizsə əgər 2 və ya 3 ədəd şərh yazın, çünki Kripto Azərbaycan kanalı hal-hazırda bir spamdadır və digər insanların da rəylərini bəyənməyi unutmayın. Yəni, məsəl üçün, sən rəy yazdın, həm öz rəyini bəyən, həm digər insanların yazdığı rəylərdə bəyən. Bu şəkildə inşallah ki, tez bir zamanda Kripto Azərbaycan kanalda spamdan çıxar. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, hələlik.